Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in amma ba'd. Allah'ın salamı olsun Peygamber ve onun ehli beytine. Bizim mövzumuz, bizim bəhsimiz Fatiha suresinin izahındadır. Biz artıq 3 ayəsi haqqında keçən videolarda danışmışıq. Bismillahirrahmanirrahim haqqında, Elhamdülillah Rabbil alemin, Er-Rahmanir-Rahim. Bu 3 ayə haqqında danışmışıq. Fatiha suresinin 4-cü ayəsi isə Maliki Yevmiddindir. Mənası belədir ki, din gününün sahibi, maliki. Bu ayədə bağlanır əvvəlki ayələrə. İkinci ayədə biz dedik ki, Elhamdülillahi Rabbil alemin. Rabbil alemini nisbət verdik Allah'a. Allah bütün aləmlərin Rəbbidir. Sonra dedik Er-Rahmanir-Rahim. Allah Rəhmandır, Rəhimdir, bağışlayandır, mehribandır. 4-cü ayədə isə Allah'a nisbət veririk. Allah kimdir? Yəni Allah Maliki Yevmiddindir. Din gününün sahibidir, din gününün hakimidir. Rabbul Alemin deməklə biz Allahı bütün aləmlərin Rəbbi, Xaliqi, idarə edəni, tərbiyə edəni, Er-Rahmanir-Rahim, Allah rəhimlidir, mərhəmətlidir, bağışlayandır. Buna etiqadımız bəslədik oldu. Maliki Yevmiddin deməklə də din gününün, yəni qiyamət gününün həqiqi maliki, həqiqi sahibi Allah olduğuna etiqad bağlayır. 4-cü ayədə ki dedik Maliki Yevmiddindir. Burada əsasən 2 kəlmə haqqında bəhs olunur. Malikun, bir də Yevmuddin. Malikun Allahın sifətlərindəndir, yəni malik, sahib. Yevmuddin isə qiyamətə işarət. Quran-ı Kərimdə bir neçə yerdə Malikun kəlməsi işlənir. Onlardan biri bəhs etdiyimiz Fatiha suresinin 4-cü ayəsidir. Maliki Yevmiddin, yəni Allah din gününün sahibidir, malikidir. İkinci sura Al-İmran suresinin 26-cı ayəsində belə oxuyuruq. Qulillahumma malikal mulki tu'til mulka men teşa. De, ey Resulüm, Allah bütün mülkün həqiqi malikidir, həqiqi sahibidir. Allah istədiyinə o mülkdən əta edər. Bir ayədə mulk kəlməsi, yəni mulk formasında Allah'a nisbət verilir. Bəqərə surəsinin 107-ci ayəsində Allah buyurur ki, Ələm tə'ləm ənəllaha ləhu mulkus səməvati vəl-ərd. Sən bilmirsənmi ki, həqiqətən də yerin və səmanın mülkü Allah'a məxsusdur. Bu bir neçə ayədə biz gördük ki, malikiyyət, həqiqi mülk sahibi olmaqlıq Allah'a nisbət verilir. Yevmiddin kəlməsi də Quran-ı Kərimdə bir neçə yerdə işlənir. Onlardan biri yenə bəhs etdiyimiz Fatiha suresinin 4-cü ayəsində oxuyuruq ki, Maliki Yevmiddin. Allah din gününün sahibidir. İkinci Saffat suresi 20-ci ayəsində oxuyuruq. Və qalu ya veylənə həzə yevmuddin. Onlar deyəcəklər ki, bu ayə kafirlər haqqında bəhs olunur bu surə. Bir kafirlər deyəcəklər ki, qiyamət günü, ya veylənə, vay bizim halımıza, həzə yevmuddin, bu din günüdür. Yəni bu həqiqətən də qiyamət günüdür. Üçüncü surəyə baxsaq, Hicr surəsinin 34-35-ci ayələrinə baxsaq, Allah iblisi cənnətdən çıxartdıqdan sonra iblisə belə buyurur ki, qalə fəxruc minhə fə innəkə racim. Allah iblisə buyurur ki, xaric ol, yəni oradan çıx, həqiqətən sən qovulmuşlardansan. Və inna aleykə lə'nətə ilə yevmiddin. Həqiqətən də sənin üzərinə mənim lə'nətim olar ilə yevmiddin, din gününə qədər. 4-cü surə Sad surəsinin 78-79-cu ayələrində yenə də iblis haqqında buyurur ki, Allah və inna aleykə lə'nəti ilə yevmiddin. Həqiqətən sənin üzərinə mənim lə'nətim olar din gününə qədər. Qalə Rabbi fəənzirni ilə yevmi yub'asun. İblis də belə cavab verir, Allahdan istəyir ki, yəni mənə möhlət ver insanların diriləcəyi günə qədər. Bu ayələrdə də biz gördük ki, Yevmuddin kəlməsi bir neçə yerdə işlənir və hamısı da qiyamət gününə nisbət verilir. Ayələrdən belə anlaşılır ki, din günü, yəni qiyamət günüdür. Buna Qur'anın özündən də, başqa surələrdən də yəni ayələri dəlil gətirmək olar ki,
həqiqətən də Yevmuddin deyəndə, yəni din günü deyəndə qiyamət günü nəzərdə tutulur. İnfitar surəsinin 15-19-cu ayələrini, yəni buna nümunə çəkmək olar. 15-ci ayədən belə başlayır ki, Yəslavnəhə yevməddin. Allah buyurur ki, onlar, yəni kafirlər, ora, yəni cəhənnəmə din günü daxil olacaqlar. Yəni qiyamət günündən sonraki sorğu-sual mərhələsi var. Yəni həmin günü ora daxil olacaqlar, yetişəcəklər. وَمَا هُمْ عَنْهَا بِغَائِبٍ. Onlar oradan çıxa bilməyəcəklər. Sonra Allah Peyğəmbərə xitabən buyurur ki, وَمَا أَدْرَاكَ مَا يَوْمِ الدِّينِ. Ya Rasulum, sən nə bilirsən ki, din günü nədir? ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمِ الدِّينِ. Sonra sən nə bilirsən ki, din günü nədir? Bir haşiyə olaraq onu qeyd edək ki, təbii ki, bu başqa bir mövzudur, başqa bir bəhsdir. Allah Qur'an-ı Kərimdə bir neçə yerdə Peyğəmbərə buyurur ki, وَمَا أَدْرَاكَ. Yəni sən nə bilirsən? Bunun mənası o demək deyil ki, Peyğəmbər o qiyamətin əzəmətini bilmir və ya Qədr gecəsi haqqında Allah Peyğəmbərə o cürünə buyurur. Bunun mənası o demək deyil ki, Peyğəmbər onların həqiqətini bilmir, yəni onları dərk eləmir. Sadəcə olaraq insanların düşüncəsini, insanların təfəkkürünü, insanların diqqətini həmin məsələlərə yönəltmək üçün Allah Peyğəmbərə buyurur ki, sən nə bilirsən ki, din günü nədir? Ki, təbii ki, yenə də qeyd edək ki, bu başqa bir mövzudur ki, o mövzuya keçmək istəmirəm. Sonra buyurur ki, oxuduq ki, وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ. Ki, sən nə bilirsən, din günü nədir? Və sonra sən nə bilirsən ki, din günü nədir? يَوْمٌ لَا تَمْلِكَ نَفْسٌ لِنَفْسٍ شَيْئًا وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ. O gün heç kəsə malik ola bilməz. Malik ola bilməz, yəni heç kimə fayda verə bilməz, heç kimi o əzabdan xilas eləyə bilməz. وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ. Həmin gün bütün əmrlər, yəni bütün hökmlər Allaha məxsusdur. Bu ayələrdən ki, biz gördük, ayələrdə Yevmuddin işlənir. Yəni bu bizə onu göstərir ki, Yevmuddindən məqsəd qiyamət günüdür. Qiyamət günü, yəni o insanlar ki, bu dünyada etdiyi əməllərə görə Allahın hüzuruna gətirilib sorğu-sual olunacaq, hesab olunacaq. Yəni həmin gün Yevmuddin adlanır. İndi belə bir sual yarana bilər. Belə bir sual zehinə gələ bilər ki, qiyamətin, yəni həmin o günün din günü adlandırılmasının səbəbi nədir? Bu suala cavab vermək üçün baxaq din sözünün mənasına. Ki, ümumiyyətlə din sözünün mənası nədir? Hansı mənaları ifadə edir? Din sözünün lüğəti mənalarına baxanda mühakimə etmək, tabe olmaq, itaət etmək, etiqad etmək, mühakimə etmək, qeyd etdik, hökm etmək, borc almaq, borc vermək mənalarında işlənir. İşlənmə yerinə görə təbii ki, hər məna öz mövzusuna görə öz mənasını ifadə edir. Məsələn, ticarət sahəsində işlənəndə din sözü borc alıb, borc vermək mənasında işlənir. Və yaxud da ki, İslam dinində, məsələn, ona görə din deyilir ki, məsələn, İslamda nə var? İtaət etmək var, etiqad etmək var, tabe olmaq var. Və ona görə də qiyamət gününə, daha doğrusu, yəni qiyamət günü dedikdə o Yevmuddin, yəni əməllərin Allah dərgahında sorğu-sual olunan zaman, hesabat zamanına ona görə din günü deyilir ki, bu gündə insan etdiyi əməllərə görə mühakimə olunacaq və həmin günün hakimi, hökm verəni Allah olacaq. Dedik, Məliki Yevmuddin ayəsinin mənası belə olur ki, yəni belə mənalandırmaq olar ki, Allah din gününün malikidir. Yəni, insanların əməllərinə görə mühakimə olunduğu günün maliki, sahibi, hakimi Allahdır. Maliki Yevmuddin sözünün mənası bu oldu. İndi Fatihə surəsinin 4-cü ayəsi biz oxuyuruq. Məliki Yevmuddin ki, mənalarına da baxdıq. Allah din gününün sahibidir. Mühakimə olunan günün hakimi Allahdır. Bu ayədə bir tərbiyəvi cəhəti də var, bir əxlaqi cəhəti də var, bir mənəvi tərəfi də var. Bu ayə əslində insana kömək edər ki, insan nəfsini təmizləsin, nəfsinə hakim olsun, özünü mənəvi cəhətdən gözəlləşdirsin, islah eləsin. Belə bir misal çəkək.
Maliki yevmiddin, yəni insana hansı əxlaqi keyfiyyətləri var, insana əxlaqi təsirləri var, mənəvi təsirləri ola bilər. Belə bir misal çəkək. Ağlı başında olan hər bir insan, qəzəbinə hakim olan hər bir insan, normal təfəkkürdə olan insan dərk edir ki, hər hansı bir cinayəti törədərsə, məsələn, oğurluq edərsə, kiməsə cismani zərər yetirərsə və ya hər hansı bir qanunu pozarsa, qanunun pozuntusuna yol verərsə, bilir ki, bunun müqabilində onu bir cəza gözləyir. Ya həbs cəzası gözləyir, ya maddi cəhətdən cərimə cəzası gözləyir, fərq eləməz. Yəni dediyimiz kimi ağıllı bir insan, normal düşüncədə, normal təfəkkürdə olan bir insan bunu dərk edir, buna əmindir ki, hər hansı bir cinayəti törədərsə, hər hansı bir qanun pozuntusuna yol verərsə, onu bir cəza gözləyir. Bir insan da bu ayəyə etiqadı olsa, bu ayəyə yəqini olsa, yəni imanı olsa ki, Allah Maliki yevmiddindir. Din gününün, sorğu-sual gününün, əməllərin hesabat gününün, sorğu-sual gününün maliki Allahdır və mən bu dünyada etdiyim əməllərə görə, istər yaxşı əməllər olsun, istər pis əməllər olsun, Allahın huzurunda hesabat verəcəm, yaxşı əməllərə görə də, pis əməllərə görə də hesabat verəcəm. Əgər bir insanın buna etiqadı olsa, bir insanın buna yəqini olsa, bir insanın buna imanı olsa, Allahı həmin günün hakimi bilsə, həmin insan heç vaxt günah eləməz. Həmin insan heç vaxt haramlara tərəf getməz. Həmin insan Allahın qadağan buyurduğu, Peyğəmbərin nəhy etdiyi o əməllər ki var, ona tərəf getməz. Və eyni zamanda o gözəl əməllər ki var, vacib əməllər ki var, yaxşı işlər ki var, onların hamısına daha da şövqü olar. Yəni onlara daha da yönələr. Yəni Allah həqiqətən də bir insan etdiyi əməllərə görə Allahın huzurunda sorğu-sual olunacağını bilsə, yəqini olsa, mühakimə olunacağını bilsə, o insan haramlardan uzaq durar, Allahın qadağan etdiyi, çəkindirdiyi əməllərdən uzaq durar və nə qədər ki Allah gözəl işlər buyurub, vacib işlər buyurub, yaxşı əməllər buyurub, insan onlara tərəf üst tutar. Eyni zamanda insan din gününə etiqad bəslənərkən məada olan imanını da təsdiqləmiş olur. Bu ilk ayə ki haqqında biz danışdıq, 4 ayə haqqında. Bu ayələrdə biz diqqət edəndə görürük ki, İslamın təməl prinsiplərindən olan təvhid prinsipləri və məad prinsipləri bu 4 ayədə cəmlənib. Bu ayələr haqqında biz danışanda gördük ki, həqiqətən də yəni bu təvhid prinsipi var, Allahın xaliqiyyəti, Allahın vəhdaniyyəti, Allahın əzəməti və həqiqətən də məad məsələsi, yəni insan dünyasını dəyişəndən sonra, bu dünyada öldükdən sonra dirilib etdiyi əməllərə görə sorğu-sual olunacaq məad məsələsi, yəni bura qədər bəhs etdiyimiz ayələrdə təvhid və məad prinsipləri özünü əks etdirir. Vəssalamu aleykum və rəhmətullahi